Bismillah. Şeyh Salih Fawzan, Allah onu korusun, elm öğrenmeyin, İslam dinini öğrenmeyin xeyri, fəziləti haqqında belə deyir. Fadlu tefakkuhi fid din. Dində savadlı olmağa çalışmaq, dini öğrenmeyin fəziləti, xeyri. Elhamdülillahi Rabbil alemin. Alemlerin Rabbi olan Allah'a hamd olsun. Hamd Allah'a məxsusdur. Vessalatu vesselamu ala nebiyyina Muhammed. Allah'ın salavat ve salamı olsun Peygamberimiz Muhammed'e ve ala alihi ve sahabetihi, ailesine ve sahabelerine ve tabi'ine lehum bi ihsanin ila yevmiddin ve kıyamet gününe kimi onlara güzel şekilde tabi olanlara. Ve ba'd, bundan sonra ise fe innet tefakkuha fid din min afdalil a'mal. Dinde savadlı olmağa çalışmak, dini öğrenmek en fəzilətli əməllərdəndir. Və huve alametul xayri, və o xeyir əlamətidir. Qala sallallahu aleyhi və səlləm, men yuridillahu bihi xayran yufaqihhu fid din. Hədisdə Allah elçisi sallallahu aleyhi və səlləm buyurub ki, Allah kimin üçün xeyir istəyərsə, onu dində fəqih edər, savadlı edər. وذلك لأن التفقه في الدين يحصل به العلم النافع. Çünkü bu da ona göredir ki dini öğrenende, dinde savadlı olmaya çalışanda insan faydalı ilim hasıl edir, elde edir. Ve bu ilim ellezî yekûmu aleyhi el-amelus salih. Ve bu ilimle de salih amel yerine getirilir. Allahu Teala, Allah Teala deyip ki, huvellezî arsale rasûlehu bil huda ve dinil hak. Öz elçisini hidayetle ve hak din ile gönderen odur. Yine tekrarlıyorum. Öz elçisini hidayetle ve hak din ile gönderen odur. İzah ederek deyir ki, Şeyh Fawzan, Allah onu korusun, fel huda huvel ilmun nafi'. Hidayetle gönderen odur. Hidayet deyəndə faydalı ilim nəzərdə tutulur. Ve dinul haqqi huvel amelus salih. Ve hak din ile gönderen odur. Hak din burada salih amel nəzərdə tutulur. Ve kad emarallahu subhanahu Nebiyyehu sallallahu aleyhi ve sellem en yes'alehu ziyadete minel ilm. Allah Teala, Allah subhanahu ve teala öz peygamberine emredip ki sallallahu aleyhi ve sellem ondan ilmi artırmasını istesin. Allah'tan istesin ki ilmi artırsın. Kâle Teala ve kur rabbi zidni ilme. Allah Teala deyip ki de ki ey Rabbim ilmimi artır. Yani Allah Teala öz peygamberine emredir ki bu cür dua etsin. İlmin artması için dua etsin. Kâlel Hafiz ibn Hacer, Hafiz ibn Hacer deyip ki ve kavluhu azze ve cel ve kur rabbi zidni ilme hâzâ vâdihud delâleti fî fadlil ilm. Bu ayet hakkında İbn Hacer deyip ki de ey Rabbim ilmimi artır. Bak bu ayet ilmin fəzilətine açıq aşkar dəlalət edir. Onun göstərir ilmin fəzilətini və xeyrini. لأن الله لم يأمر نبيه صلى الله عليه وسلم بطلب الازدياد من شيء إلا من العلم. Çünkü Allah Teala öz peygamberine yalnız ilmin artmasını istemesini emredip, yalnız ilmin artmasını istemesini emredip, başka şey artmasını istemeyip, ilmin artmasını. وَقَدْ سَمَّ النَّبِيُّ صلى الله عليه وسلم الْمَجَالِسَ الَّتِي يُتَعَلَّمُ فِيهَا الْعِلْمُ النَّافِعُ بِرِيَاضِ الْجَنَّةِ. Allah elçisi sallallahu aleyhi ve sellem faydalı ilim öğrenen
öyrənilən məclisləri cənnət bağçası adlandırıb. Və əxbara ennəl uləməə hum varasətul ənbiyə və xəbər verib ki, alimlər peyğəmbərlərin varisləridir. Və lə şəkkə ennəl insan qablə ən yuqdimə alə ədai əməlin mə, şək yoxdur ki, insan hər hansı bir əməli etməmişdən öncə ləbuddə ən ya'rifət tariqətəlləti yuəddi bihə zəlikəl əməl, ləbuddur ki, lazımdır ki, o bilsin ki, bu əməl necə yerinə yetirilməlidir. Alə vəcihi sahih, doğru şəkildə necə yerinə yetirilməlidir. Bunu bilməlidir, yəni elmi olmalıdır əməl etməmişdən öncə. Həttə yəkunə hədəl əməlu sahihən, ona görə ki, qoy bu əməl səhih, doğru olsun deyə. Müəddiyən li nəticətihilləti turca min varaihi, çünki istənilən nəticəyi gətirib çıxarsın deyə. Çünki insan əməl eləyir ki, istədiyi nəticə əldə olsun. Və həmin nəticə də nədir? Təbii ki, cənnətə girmək və cəhənnəmdən xilas olmaq, Allahın razılığını qazanmaq. Bütün bunları və digər xeyirləri əldə etmək üçün doğru şəkildə yerinə yetirmək lazımdır və bu da ancaq elmlə mümkündür. فَكَيْفَ يُقْدِمُ الْإِنسَانُ عَلَى عِبَادَةِ رَبِّهِ التي تتوقف عليها نجاته من النار ودخوله الجنة كيف يقدم على ذلك بدون علم. Və insan Rəbbinə ibadət etməyə necə elmsiz başlaya bilər? Bilmədən necə ibadət edə bilər? O ibadət ki, onun cənnətə daxil olması, cəhənnəmdən xilas olması ondan asılıdır, o ibadətdən asılıdır. Əgər belədirsə, həmin ibadəti necə elmsiz edə bilər? Və min thəmmə iftaraqan nəsu bin nisbəti lil ilmi vəl əməli thələthə firaqin. Və buradan da insanlar elm və əməl məsələsində 3 firqəyə bölünüblər, 3 növə bölünüblər. Əl-fəriqul əvvəl, birinci növ odur ki, birinci firqə odur ki, Əl-ləzīnə cəmə'u beynəl ilmin nəfi'i vəl-əməlis salih. O kəslər ki, faydalı elm və salih əməli bir yerdə edirlər. Bunları cəm ediblər. Həm faydalı elm öyrənirlər, həm də salih əməl edirlər. Və həuləi qad hədəhumullah sıratal mun'ami aleyhim. Bu kəslər Allah Teala onlara hidayət verib və onları nemət verilmişlərin yoluna yönəldib. Minən nəbiyyin və sıddiqin və şühədai və salihin. Yəni, nemət verilmiş kəslər, peyğəmbərlər, şəhidlər, sıddiqlər və salihlər, bax, bunların yoluna yönəldib həmin şəxsləri. O kəslər ki, faydalı elm öyrənirlər və salih əməl edirlər. Və həsunə uləikə rəfiqa. Onlar necə də gözəl yoldaşdılar. Bu birinci firqə. İkinci firqə, ikinci növ insanlar el-fariqus sani ellezine taallamul ilmen nafi'a və lem ya'malu bih. O kəslərdir ki, onlar faydalı elm öyrəniblər, lakin əməl etmədilər. Faydalı elm var, amma əməl yoxdur. Və həuləi humul məğdubu aleyhim minəl yəhud və mən nəhə nəhvəhum. Və bu kəslər də qəzəbə duçar olunmuş kəslərdir. Yahudilər və onların yolu ilə gedənlər. El-fariqus salis, üçüncü firqə, üçüncü növ insanlar, onlar o kəslərdir ki, ellezine ya'maluna bila ilm. O kəslər ki, elm olmadan əməl edirlər. Elm yoxdur, amma əməl etmək istəyirlər, eləyirlər. Və həuləi hum əhlud dalal. Onlar zəlalət əhlidirlər, elmsizcəsinə əməl edənlər. Hum əhlud dalali minən nasara və mən nəhə nəhvəhum. Nəsranilər kimi və onların yolu ilə gedənlər kimi. Və yəşməlu hədihil fərəqə thələtə qavluhu təalə fi surətil fətihəti ləti nəqrəuha fi kulli rəkətin min salavatina. Allah Teala hər namazda, namazın hər rükətində
namazlarımızın hər rükətində oxuduğumuz Fatihə surəsində bax bu 3 firqəyə toxunub. Bu 3 firqə əhatə eləyir bu ayələri. Bu ayələrdə var həmin o 3 firqə. Allah Teala deyir: "İhdinas siratal mustaqim." Bizi doğru yola yönəlt. Sıratallezine en'amte aleyhim gayril mağdubi aleyhim veleddallin. Nimət verilmiş kəslərin yoluna yönəlt. Qəzəbə düçar olmuşların yox və həmçinin zəlalət əhlinin yoluna yox. قال الإمام الشيخ محمد بن عبد الوهاب رحمه الله. İmam Şeyh Muhammed ibn Abdülvahhab deyib ki, rahimehullah, Allah ona rəhmət eləsin. Və əmmə qavluhu Teala gayril məğdubi aleyhim vələddallin. İzah eləyir şeyh, qəzəbə düçar olunmuşların yoluna yox və zəlalətə düçar olunmuşların yoluna yox. Kimlərdir bu insanlar? Fəl-məğdubu aleyhim, qəzəbə düçar olunmuşlar, humul uləmə əllezine lem ya'melu bi'ilmihim. Qəzəbə düçar olunmuşlar deyəndə alimlər qəsd olunur. O alimlər ki, elmlərinə əməl etməyiblər. Vəddallun, zəlalətə düçar olmuşlar. Zəlalət əhli isə o kəslərdir ki, əl-amilunə bilə ilm, elmsizcəsinə əməl edənlər. Bax, bunlara aiddir. Fəl-əvvəl, birinci, sıfətul yəhud, Yahudilərin vəsfidir ki, elmi var amma əməl yoxdur. Və thani sıfətun nasara, ikinci isə nəsranilərin vəsfidir, sifətidir, elmsiz əməl etmək. Və kəthirun minən nəs İzə rəə fit-təfsiri ənəl yəhudə məğdubun aleyhim və ənəl nasara dallun zannəl cahilu ənə zəlikə məxsusun bihim. Bir çox insanlar ayələrin təfsirinə baxanda və görəndə ki, qəzəbə düçar olunmuşlar deyərkən burada yəhudilər kimi təfsir olunur, zəlalətə düçar olunmuşlar deyərkən isə nəsranilər kimi təfsir olunur, izah olunur. Cahil elə zənn edir ki, bu yalnız onlara mı aiddir? Yalnız yəhudi və nəsranilərə mi aiddir? Onlara mı xasdır sadəcə? Xeyr. وهو يقرأ أن ربه فارض عليه أن يدعو بهذا الدعاء ويتعوذ من طريق أهل هذه الصفات فيا سبحان الله كيف يعلمه الله ويختار له ويفرض عليه أن يدعو ربه به دائما مع أنه لا حذر عليه منه ولا يتصور أن فعله هذا هو ظن السوء بالله. Deməli, necə ola bilər ki, əgər bunlar yalnız yəhudi və nəsranilərə aiddir, yəni həmin insan kim ki oxuyur Fatihəni, əgər ona aid deyilsə və o qorxmursa, elə zənn edir ki, bu ona aid deyil, bu yəhudi və nəsranilərə aiddir, bu mənə, müsəlmanlara aid deyil. Bəs necə olur ki, onda Allah Teala hər namazda bu duanı etməyi fərz edib, əmr edib ki, Fatihə surəsi oxunsun və Fatihədə bu dua olunsun ki, Allah Teala qəzəbə düçar olunmuşlardan eləməsin, həmçinin zəlalətə düçar olunmuşlardan eləməsin. Yəni, bu onu göstərir ki, bu yalnız yəhudi və nəsranilərə aid deyil, elmi olub əməl etməyən hər kəsə aiddir və yaxud da ki, elmsiz əməl edən hər kəsə aiddir. İntihə kələmuş şeyx rahiməhullah. Devam edirik. وهو يبين لنا الحكمة في فريضة قراءة هذه السورة العظيمة سورة الفاتحة في كل ركعة من صلاتنا فرضها ونفلها. O bizə bəyan edir ki, izah edir ki, hansı hikmət var? Nəyə görə hər bir rükətdə, namazların hər rükətində bu əzəmətli surə, Fatihə surəsini oxumaq fərz edilib, yəni əmr olunub. Həm fərz namazlarında, həm nafilə namazlarda, yəni bütün namazlarda. Limə təştəmilu aleyhi minəl əsrar əl-azimə. Çünki bu ayənin tərkibində çox əzəmətli sirlər var, yəni hikmətlər var. Əlləti min cümlətihə hədə dua əl-azim. Və həmin o sirlərdən birisi də bu əzəmətli duadır.
en yuvaffiqanallahu lisuluki tariqi ashabil ilmin nafi' vel amelis salih. Həmin o Fatihə surəsindəki bu əzəmətli dua. Allah Taala bizi müvəffəq eləsin ki, o kəslərdən eləsin ki, faydalı elm öyrənib və salih əməl edirlər. Əlləzi huve tariqun necati fid dunya vel axirə. Və bu yol dünya və axirətdə xeyir tapmaq, xilas olmaq yoludur. Və en yucennibana tariqal halikin ellezine farratu bil amelis salih ev bil ilmin nafi'. Və həmçinin Fatihə surəsində biz dua eləyirik ki, əmr olunub bizə ki, biz dua eləyək ki, Allah Teala bizi qorusun həlak olanların yolundan. O kəslər ki, hansı həlak olanlar? O kəslər ki, ya salih əməldə səhlənkarlıq ediblər, elmləri var, salih əməl eləmirlər və yaxud da ki, faydalı elmdə səhlənkarlıq ediblər. Yəni, əməlləri var, amma elmləri yoxdur. Elmsiz əməl edirlər. Thumma a'lam, sonra bil ki, eyyuhəl qari el-kerim, ey hörmətli oxucu, ennel ilmən nafi'a innəmə yüstəməddu minəl kitabi və sünnə. Sonra bil ki, ey hörmətli oxucu, faydalı elm Quran və sünnədən götürürlər. Kitab və sünnədən götürürlər. Kitab deyərkən burada Quran-ı Kerim nəzərdə tutulur. Faydalı elm Quran və sünnədən götürürlər. Təfəhhumən və tədəbburan, həm anlayaraq, doğru fəhm etməklə, həm tələbbür etməklə, mə'l isti'anəti alə zəlikə bil müdərrisin, və buna nail olmaq üçün kömək istəmək lazımdır müəllimlərdən. Müəllimlərin köməyi ilə buna nail olunur. Yəni doğru başa düşməyə və tədəbbürə. Bil müdərrisin ən-nasihin, nəsihət edən müdərrislər, müəllimlər. Və kutubit təfsir, təfsir kitablarını oxumaqla, öyrənməklə. Və şuruhil hədis, hədisin şərhləri. Və kutubil fiqh, fiqh kitabları. Və kutubin nəhv, ərəb dili. Və lüğətil ərəbiyyə, ərəb dili qrammatikası kitablarını oxumaqla, öyrənməklə əldə olunur. Əlləti nəzələ bihəl Qur'an əl-Kərim, o ərəb dili ki, Qur'an-ı Kərim həmin dildə nazil olub. Fə innə hədihil kutubə tariqun li fəhmil kitabi və sünnə. Həqiqətən də bu kitablar Qur'an və sünnəni, kitab və sünnəni başa düşmək üçün bir yoldur. Fəvacibun aleyke ya əxil muslim liyəkuna əməlükə sahihən ən tətəəlləmə mə yəstəqimu bihi dinukə min salatikə və savmikə və həccikə. Elə isə sənə vacibdir ki, ey müsəlman qardaşım, əgər sənin əməlin səhih, doğru olmasını istəyirsənsə, sən dinin üçün lazım olanları öyrənməlisən ki, həmin onlarla dinin doğru olur. Namaz, orucun, həccin, bunların doğru olması üçün lazımı elmi öyrənməlisən. Və tətəəlləmə əhkəmə zəkəti məlikə və keyfə tətəəlləm və kəzəlikə tətəəlləm min əhkəmil müəmələt mə təhtəcu iləyh litəxudə minhə mə əbəhəllahu lək وتتجنب منها ما حرم الله عليك ليكون كسبك حلالا وطعامك حلالا ولتكون مجاب الدعوة. Həmçinin zəkatın əhkamlarını öyrənməlisən. Müamilələr, alış-veriş, bunları öyrənməlisən. Ehtiyac olan qədər, ehtiyacın olduğu məsələləri. Ki Allah Taala'nın icazə verdiyini götürəsən və haram etdiyindən isə uzaq durasan deyə və sənin gəlirin, qazancın halal olsun deyə və yeməyin halal olsun deyə və beləliklə də qəbul olan dua sahibi olasan deyə, duan qəbul olsun deyə. Kullu zəlikə mimmə təməssu həcətukə ilə təəllumihi. Bütün bunlar öyrənilməsi ehtiyac olan məsələlərdir. Sənin ehtiyacın var ki, bunları öyrənəsən. Və huvə meysurun bi iznillah.
mətə mə sahhat azimətukə və saluhat niyyətukə. Və bunları öyrənmək də Allahın izni ilə rahatdır. Əgər sənin həvəsin, istəyin, çalışmağın doğrudursa və niyyətin də doğrudursa, Allahın izni ilə bunları öyrənmək asandır. Fəhris, həris ol, alə qiraətil kutubun nafiə, faydalı kitablar oxumağa həris ol. Vattasil bil uləmə, alimlərlə əlaqə saxla. Litəsələhum əmmə əşkələ aleyk, çətinlik yaranan məsələləri onlardan soruşmaq üçün. Və tətələqqa anhum əhkəmə dinikə, və onlardan sənin dinivin əhkamlarını öyrənmək üçün. Və kəzəlikə aleykə ən tu'nə bihuduri ən-nədəvat vəl-mühadarat əd-diniyyə əlləti tuqamu fil məsəcidi və qeyrihə. Və həmçinin sənin üzərinə düşür ki, ciddi yanaşasan dərslərdə, mühazirələrdə, yəni dini mühazirələrdə, dini dərslərdə iştirak etməyə, hansılar ki, məscidlərdə təşkil olunur və qeyri-məscidlərdə təşkil olunur. Bunlarda iştirak eləməyə ciddi yanaş, həris ol. Və təstəmiə iləl-bəramici diniyyəti minəl-izaə, və həmçinin radioda olan dini proqramlara qulaq asasan. Və təqrəə əl-məcəllət əd-diniyyətə və-nəşərat əlləti tu'nə biməsailid-din. Həmçinin dini jurnallar, dini qəzetlər oxuyasan, hansılarda ki, dini məsələlər araşdırılır, yəni önəm verilir dini məsələlərə. فإذا حرصت وتتبعت هذه الروافد الخيرية نمت معلوماتك واستنارت بصيرتك. Əgər belə etsən, həris olsan və yəni bu xeyir yollardan istifadə eləsən, qulaq asmaq, dərslərlə iştirak etmək və digər, beləliklə məlumatın çoxalacaq, artacaq, elmin artacaq və bəsirətin açılacaq, nurlanacaq. ولا تنس يا أخي أن العلم ينمو ويزكو مع العمل. Unutma ey qardaşım ki, elm əməl etməklə birlikdə artır və təmizlənir. فَإِذَا عَمِلْتَ بِمَا عَلِمْتَ زَادَكَ اللّٰهُ عِلْمًا. Əgər sən bildiyinə əməl etsən, Allah Taala sənin elmini artıracaq. كما تقول الحكمة المأثورة من عمل بما علم أورثه الله علم ما لم يعلم. Necə ki, belə bir deyilən bir söz var ki, hikmətli bir söz. Kim bildiyinə əməl etsə, Allah Taala onun bilmədiyini də ona öyrədər. Və yəşhədu lizəlikə qavluhu Teala. Həmçinin Allah Taala'nın bu sözü, bu ayəsi də buna şahidlik edir. Yəni dəstək verir bu mənaya. Vettaqullaha və yuallimukumullah vallahu bikulli şeyin alim. Allah Taala'dan qorxun, Allah Taala sizi öyrədəcək. Allah Taala hər şeyi biləndir. Vel ilmu ahaqqu ma tusrafu fihi'l awqat. Elm öyrənmək həqiqətən də vaxt sərf etmək üçün ən layiqli bir işdir. Vaxt sərf edirsən ha, ən gözəl, ən layiqlisi elm öyrənməkdir. Elm üçün həmin vaxt sərf olunmasıdır. Və yetənafəsu fi neylihi zəvul uqul. Və həmçinin ağıl sahibləri həmin o elm öyrənmək üçün yarışmaq bu ən layiqlisidir. Ki qoy elm üçün yarışsınlar ağıl sahibləri. Elm öyrənmək üçün, onu əldə etmək üçün. Fəbihi təhyəl qulub və təskul ə'məl. Elmlə qəlblər həyat tapar, dirilər, əməllər gözəlləşər, təmizlənər. Və ləqəd əməllər həmçinin bəzənər, gözəlləşər, təmizlənər. Və ləqəd əsnəllahu cəllə zikruhu və təqəddəsət əsmauhu aləl uləmai əl-amilin və rəfəə min şə'nihim fi kitabihil mubin. Allah Taala elmlərinə əməl edən
alimləri tərifləyir. Allah tərifləyir həmin alimləri və onların şənini ucaldıb öz kitabında. Allah Teala belə deyir. Qalə Teala: "Qul hal yestawillezine ya'lemun vellezine la ya'lemun innema yetezekkeru ulul albab." De ki, heç bilənlərlə bilməyənlər eyni ola bilərmi? Bu sual alimlər deyir ki, burada məna onun əksidir. Yəni ola bilməz. Bilənlər bilməyənlərlə bir ola bilməz. Yalnız ağıl sahibləri düşünərlər. Anlayarlar. Və qalə Teala: "Yerfa'illahu allazina amanu minkum vellezina utul ilme daracat. Vallahu bima ta'malun xabir." Başqa ayədə Allah Teala deyir ki, Allah Teala sizdən iman gətirənləri və elm verilmişləri qaldırar, dərəcələrə ucaldar. Allah Teala sizin nə etməyinizdən xəbərdardır. Fəbəyyənə subhanahu və teala mizətəl-ləzine utul ilm el-məqrunə bil-iman, thumma əxbərə ənəhu xabirun bimə nə'məluhu və muttali'un aleyh, liyedullana ala ənəhu la buddə minəl-ilm vəl-əməl ma'an, və ən yəkuna kullu zəlikə sadiran anil-iman və muraqabətillahi subhanə. Bu ayədə Allah Teala deyir ki, Allah sizdən elm verilmişləri və sizdən iman gətirmişləri və elm verilmişləri ucaldar. Allah Teala sizin nə etdiyinizdən xəbərdardır. Şeyx Fovzan, Allah onu qorusun, bunun izahında deyir ki, Allah Teala bəyan etdi bizə ki, imanı ola elm verilmişlərin seçkinliyi, üstünlüyü nədir? Həm elm var, həm də iman var. Və həmçinin sonra xəbər verdi bizə ki, o bizim etdiyimiz əməllərdən xəbərdardır, onları bilir. Ki bizə göstərsin ki, həm elm lazımdır, həm də əməl. Bunlar ikisi də lazımdır. Və bütün bunlar iman üzərində olmalıdır. İman əhlindən olmalıdır. Və həmçinin Allah Taala'nın onu görməsini bilərək. Ki Allah Taala onu görür, etdiyini bilir və Allaha iman gətirir. Və beləliklə də faydalı elmi var, həm də salih əməl görür. Bax, bu vəsiflər olan insanları Allah Taala ucaldıb. Həm iman əhlidir, həm elm əhlidir. Və nəhnu amələn bivacibit təavuni aləl birri və təqva سنقدم لك بحول الله من خلال هذا الكتاب بعض المعلومات من الرصيد الفقهي. Burada artıq şeyx elm fəziləti haqqında danışmasını dayandırır. Allah Teala şeyxi qorusun və Allah Teala bizim üçün bu eşitdiklərimizi, oxuduqlarımızı faydalı eləsin. Bizi xeyir işlərə, faydalı elmə və həmçinin salih əmələ müvəffəq eləsin və hamımıza ixlaslı olmağı müvəffəq eləsin, ixlaslı olmağı versin. Bu həqiqətən də ixlaslı olmaq çox əzəmətli və hər kəsin hava su kimi lazım olduğu bir neymətdir. Ona görə alimlər çox tövsiyə edirlər ki, tez-tez ixlaslı olmağı Allah Taala'dan istə ki, Allah Taala sənin əməlləri və ixlaslı eləsin. Allah Taala bütün müsəlmanları qorusun, müsəlman rəhbərlərini qorusun, onları xeyir işlərə müvəffəq eləsin. Allah Taala xəstə müsəlmanlara şəfa versin, əziyyət çəkən, darda olan müsəlmanlara kömək olsun. Və ən əsas, ən çox ehtiyacı olan da odur ki, Allah Taala müsəlmanları öz dinlərində savadlı, fəqih eləsin. Onlara tövhid, şirk məsələlərini, sünnə, bidət məsələlərini və dinlərində lazım olan, zəruri olan digər məsələləri öyrətsin. Amin, amin. Velhamdülillahi Rabbil alemin. Və sallallahu və səlləm alə Muhammed və alə alihi və sahbihi ecmaîn.